Bismillahirrahmanirrahim. İnsan nə qədər böyükdür? İnsanın insani sərhədləri hansı əndazədədir? Bu suala cavab vermək üçün həm filosoflar, həm ariflər, tarix boyu belə deyə bilərik ki, bir-biri ilə qəsdən də olmasa sanki rəqabət aparıblar. Bu mənada ki, hansının tərifi daha kamildir. Filosofların müxtəlif tərifləri var insan haqqında. Deyiblər, insan danışa bilir, başqa canlılar danışa bilmir. Bu onu digərlərindən fərqləndirir. Bəziləri deyib, insan gülə bilir, başqaları gülə bilmir. Bəziləri deyib, insan təəccüblənə bilir, digər canlılar təəccüblənə bilmir. Və s. və ilə axır. İnsan yaradıcılığı, insan xəllaqiyyəti, insanın siyasi baxışları, ictimai baxışları onu başqa canlılardan fərqləndirib. Lakin bir tərif, təəssüf ki, öz yerini tapmayıb və insan övladı vicdanı ilə başa düşür ki, bu tərif onda var. O nədir? O bundan ibarətdir. İnsan məsuliyyətdən də həzz ala bilir. İnsan öhdəçilikdən də həzz ala bilir. İnsan mənfəətpərəst olmadan da həzz ala bilir. Bu tərif adətən insanın tərifləri sırasında qeyd olunmur. Allah Teala dini ibadətlər sırasında bir neçə təkliflər, öhdəçiliklər təyin edir. Bu öhdəçiliklərlə bizə məhz bunu başa salmağa çalışır və başa salır ki, sən öz meyllərinə zidd olaraq, öz arzularının əleyhinə olaraq, öz mənfəətinə, gəlirinə əks olaraq yaşayıb həzz ala bilirsən. Sən insansan çünki. Çünki sən insansan. Hansı ibadətlər sırasında? Məsələn, mübarək Ramazan ayındakı oruç tutmaq məsələsi. Allah Taala'nın qadağaları adətən haram işlərə aiddir. Cinayətlərə aiddir. Adam öldürməyin, spirtli içkiləri qəbul etməyin, mərdimazar olmayın, zina etməyin, qeybət etməyin, böhtan atmayın, yalan danışmayın və s. və ilə axır. Ramazan ayında tələb olunan əmrlər, göstərişlər isə halallara aiddir. İnsana yemək halaldır. Allah Teala buyurur Ramazan ayında yemə. İçmək halaldır, buyurur içmə. Öz ailəsi ilə ailə münasibəti halaldır, Allah buyurur etmə. Və s. və ilə axır. Nə deməkdir bu? Bu deməkdir ki, insan sən məhz Allah deyib deyə yaşaya bilirsən. Səndə bu potensial var. Heç bir mənfəət güdmədən, maddi maraq olmadan, nə kapitalizm, nə sosializm, heç biri olmadan sən Allah deyib deyə yaşamaqdan həzz ala bilirsən. Bu səni başqalarından fərqləndirir. Bu məsuliyyət duyğusu, bu öhdəçiliyə əməl etməkdən alınan həzz. Hədisdə deyilir ki, Ramazan ayında oruç tutan mömin iki böyük coşquya, həzzə, vəcdə, fərəhə, təravətə, sevincə malik olur. Biri iftar vaxtı, biri də qiyamət günü. Niyə iftar vaxtı oruç tutan şəxsdə fərəh yaranır? Ona görə yox ki, nəhayət yemək yeyəcəm. Ona görə ki, şükür Allaha məsuliyyətin öhdəsindən gələ bildim. Şükür Allaha, Allahın əmrini yerinə yetirə bildim. Ona görə də bir nəfər məhz sağlam olum deyə oruç tutsa, o Allah xətrinə oruç tutmayıb. Və yaxud bir nəfər acmır, ona görə də yemir, oruç tutur. Bu oruç sayılmır.
Diyeta üçün oruç tutur. Bu oruç sayılmır. Məhz Allah naminə, Allah xətrinə olunan əməl insanı insaniləşdirir. Küçədən keçən bir yetimə nəvaziş göstərir, amma məqsədi budur ki, ürəyim yandı. Bu insan ləyaqətinə çox uyğundur, yaxşıdır, amma ilahiləşdirmir insanı. İnsanı ilahiləşdirən nifrət etdiyi yetimə məhz Allah naminə nəvaziş göstərməkdir. Meylinin əksini olaraq, istəyinin əksini olaraq. Həcc ziyarətini nümunə göstərək. Həcc ziyarətində ən sıravi halallar, mübahlar belə Allah tərəfindən qadağan olunur. İnsan sınanır, onun düşüncəsi təkmilləşdirilir, dünya görüşü kamilləşir ki, sən məhz Allah deyib deyə nələr edə bilərsən? Heç bir maddi maraq gütmədən, heç bir mənfəət güdmədən. Bugün müasir dünyamızda müasir kapital fəlsəfə ondan ibarətdir ki, mənim xeyrimdirsə, mənfəətimdirsə, mənim gəlirim varsa yaxşıdır, mənim mənfəətim yoxdursa pisdir. İslam bunu rədd edir. İslam buyurur, şərəflidirsə yaxşıdır, istər mənfəət olsun, istər olmasın. Şərəfsiz işdirsə pisdir, istər mənfəət olsun, istər olmasın. Baxın, insanın tərifi və əsas tərifinin insanlığın əsas fərqi onu digərlərlə fərqləndirən amil məhz budur. İnsan maddi maraq güdmədən, maddi məqsədi qarşısında görmədən Allah əmridir deyə, Allah məndən tələb edir deyə əməl edib həzz ala bilir. Təbii ki, bu müəyyən məşqlərdən sonra bu həzz anlaşılır, hər adamda olmur. Bəzi insanlar var, anadan gəlmə xüsusiyyətləri var. Məsələn, anadan gəlmə düz adamdır. Deyir, mən heç vaxt yalan danışmıram. Tələb yoxdur sənin ruhunda yalan danışmağa. Sənin ruhunda yalana tələb olsa və sən danışmasan, onda bu sənin fəzilətindir. Bəzi insanlar nəsil, nəcabət, genetika etibarilə cəsarətlidir, qorxmazdır. Bu dünyada effekti var, amma bu tələb yoxdur səndə qorxmağa. Qorxmağa tələb olsa, sən qorxmazlıq göstərsən, bu ləyaqət deməkdir. Mən demirəm ki, bu xasiyyətlər, anadan gəlmə xasiyyətlər pisdir. Yox, yaxşıdır, çox gözəldir. Amma bu insanı fərqləndirmir. İnsanı fərqləndirən meylinin əksinə olaraq, maddi mənfəətinin əksinə olaraq etdiyi işlərdir. Allah Teala bizləri məhz bu istiqamətdə müvəffəq etsin. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.